Səhiyyə naziri Türkiyənin səfiri ilə görüş keçirib. Azərbaycan Səhiyyə Nazirliyində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ilə görüş keçirilib. Səhiyyə naziri Teymur Musayev iki ölkə arasında dostluq və qardaşlığa əsaslanan münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirib. Bu barədə səhiyyə.gov.az saytında məlumat verilib. Nazir səhiyyə və tibb elmi sayəsində uzun illərdir davam edən səmərəli əməkdaşlığı vurğulayaraq 11-ci Türk Tibb Dünyası qurultayında Azərbaycanın geniş nümayəndə heyəti ilə iştirakını əhəmiyyətli hadisə kimi qiymətləndirib. Nazir həmçinin səhiyyə sisteminin rəqəmsallaşdırılmasının əsas prioritetlərindən biri olduğunu qeyd edib. Səfir Birol Akgün Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təməllərə söykəndiyini və dövlət başçılarının bu əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib. O, Türk Tibb Dünyası qurultayının iki ölkənin tibbi əməkdaşlığı və qlobal tibbin inkişafı üçün önəmini xüsusi vurğulayıb. Görüş qarşılıqlı anlaşma şəraitində keçib və səhiyyə sayəsində əməkdaşlıq imkanları müzakirə olunub.